Sabahınız xeyir olsun, bir daha salamlayıram hamınızı. Bu günləri bizim quralına davamlı əkinçilik və su resursundan istifadə üzrə maarifləndirmə layihəsi çərçivəsində ikinci təlimimizdir. Təlimimizin adı, keçən dəfə biz müzakirə etmişdik. Su resurslarından səmərəli istifadə. Bugünkü mövzumuz olacaq torpaq münbitliyi və iqlim risklərinin idarə olunması. İndi təlimdən başlamamızdan öncə belə bir siyahı paylanacaq sizə, onu dolduracaqsınız. Korunması və iqlim risklərinin idarə olunması. Deməli, sizdə haqlı bir sual yarana bilər ki, quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadədən danışılırsa, torpaq münbitliyinin buna nə kimi aidiyyatı, nə kimi təsir. Biz keçən təlimdə qeyd etmişdik, sizə məlumat verilmişdik o barədə ki, hal-hazırda temperaturların yüksək olması və bunun nəticəsində quraqlıq əmələ gəlməsi nəticəsində təsərrüfatımıza müxtəlif cür ziyanlar dəyir. Bunlar dolayısı və birbaşa ola bilər. Məsələn, torpağın havanın temperaturunun getdikcə isti temperaturlar olması və bunun nəticəsində quraqlıq baş verməsi prosesi ümumiyyətlə nə əmələ gətirir? Elə bir situasiya yaranır ki, bilirsiniz, yüksək temperaturlar, onlar dağların zirvəsindəki buzların, sonra cənub-şimal qütbləri var planetimizdə, oradakı buzların əriməsinə səbəb olur. Su ərimə daha çox getdikcə, təbii ki, buxarlanma da daha çox olur. Buxarlanma nəticəsində göydə yaranan, atmosferdə yaranan buludların miqdarı, sayı da çox olur. Və onların toqquşması nəticəsində bilirsiniz, yağış əmələ gəlir, siz bu vaxtda məlumatlısınız. Ona görə bizə lazım olmayan vaxtlar həddindən çox yağışlar yağır. Nümunə kimi onu göstərə bilərik ki, məsələn, son 3 ayda siz bilirsiniz, hətta Aran bölgəsinə nə qədər yağış yağdı. İstənilən bölgədə meteorologların göstərdiyi kimi normadan, illik normadan, bəzi yerlərdə hətta 300-500%, yəni 3-5 dəfə artıq normadan yağış yağır. Hər bir regionun, zonanın özünə uyğun olur. Ona gətirib çıxardır ki, sonra 3 ay, 4 ay tamam quraqlıq olur. Və o elə bir zamanlıdır ki, hansı tamam quraqlıq olur, həmin vaxtda da sizin suya ehtiyacınız olur. Yalnız Bakıda idi, güclü küləklər əsirdi, Abşeron yarımadasında yəni. Amma indi bütün regionlarda artıq külək əsir. Külək əsən vaxtda, indi təsəvvür edin, belə bir situasiyadır. Torpaq tamam qurudu və külək əsir. O nə edəcək? Biz bir neçə ayda torpağa su verə bilmirik və külək əsir. Torpağın üst qatındakı kiçik zərrəcikləri, torpağın ən kiçik fraksiyasını o külək götürüb aparır. Və beləliklə, bunlar da gözlə görünməyə bilər. Təbii ki, gözlə görünmür. Amma zaman keçdikcə, il ərzində, bir mövsüm ərzində bu bir neçə dəfə təkrar olunanda artıq torpağın üst qatından o münbit hissəsindən müəyyən hissəni aparır. Bəli, nəticədə gətirib çıxardır eroziya. Eroziya deyilən bir proses var, onun başlanmasına. Zaten əvvəldən bizim torpaqlar eroziyaya meyillidir, çoranlığa meyillidir. Belə hadisə baş verəndə daha da bu çoxalır. Torpağı, təbii ki, biz istəyir ki, torpaq doyana qədər ona su verir. Düzdür? Torpaq, o el arasında deyirlər, cadar-cadar olur, çap-çap. Bəli, o arxamızda, plakatda, romanlarda hətta gətirib elə bir şey, doğrudan da gözümüzün qarşısında hər gün baş verən bir şeydir. İstəyir ki, torpağa bol su verir. Torpağa bol su veririk və bizim də torpaq bildiyiniz kimi gillicəli bir torpaqdır. Su verəndə bir neçə gün onun üstündə qalır. Torpaq oradan süzülmür. Yəni torpağın su keçirmə qabiliyyəti çox aşağıdır. Təsəvvür edin. Şoranlıq da var. Şoran da su gidiyor. Şoranlıq əgər yoxdursa, o sonra əmələ gəlir. Nəyin nəticəsində əmələ gəlir? Gillicəli torpaqdır. Baxın, suyu buraxır. Su keçirmə qabiliyyəti yoxdur. Su uzun müddət qaldı. 0-dan 30 santimetrə kimi su qaldı, keçmədi. Yəni elə bilin ki, torpağın üst qatına siz nəsə örtmüsünüz. Elə bir şey yapın.
Torpaq nəfəs ala bilmir. Orada bitki də heç nəfəs ala bilmir. Digər tərəfdə bağlı olur, hava çıxır. Yəni orada bir örtü yaradılır da biz. Elə hesab edib plonka sərmiş sonra. Mən başqa sözü kəsdim. Yəni bu Bu nə xeyir var bizə və çətə sənətçisi məşğulam. Həkimçiyəm. bağlı olduğu üçün yenə görə də elə bilin ki, bir örtü ilə örtmüş oranı torpağın daxilində osmos təzyiqi yaranır. Osmos təzyiqi nədir? Aşağıdan daha yuxarı nələrsə qaldırıb qalxa bilir. Qurun sularının özü qalxır yuxarı, gəlir o su ilə birləşənə qədər. Birləşəndə sonra üstdən axıb buxarlanma var, biraz da küləklər var da. Biraz külək, biraz günəşin şüaları nəticəsində buxarlanma, o üstdəki suyu buxarlanma getdi. Düzdür? Qurun suları qayıdır geri. Amma geri qaydanda, təzdən o qurun sularından belə deyək, çayla birləşəndə, o tərkibdə qayıdır. O qurun sularından qalxan duzların çoxsu ilişib qalır torpaqda. Olur şöhrətləşmə. Onu şoranlaşmır. Yəni, biz görürsünüz, yəni, o da əslində münbitliyin aşağı düşməsidir. Hardan başladı, deməli, quraqlıq gəldi, lazım olmayan vaxtda yağışlar yağdı, orada bir dəfə o şoranlaşma prosesi başladı. İkinci dəfə, 2 ay, 3 ay yağış yağmadı. Biz kanaldan suyu gətirdik. Təzdən oranı su ilə tamam doldurduq ki, torpaq da doysun, bitki də doysun. Onda da su süzülmədi aşağı. Osmos təzyiqi nəticəsində qurun sular qalxdı yuxarı. İkinci dəfə də orada, yəni belə deyək, şərti olaraq, bizim müəyyən müddət əvvəl normal olan torpağımız bu quraqlıq sayəsində oldu şoran bir torpaq. Su da qızır, orada təsir edir. Su da qızır, o da başqa bir təsir edir. Tamamilə həm bitkiyə pis təsir edir, həm sonra məhv edir. Həmən vaxtı oksigen çatışmazlığı, yəni hava yoxdursa, oksigen də yoxdur. Çünki su oranı doldurub. Torpağın arasındakı bütün məsafələr istifadə üçün nəzərə alırsınız. Xüsusən arpa buğda 48-50 saat, əgər onun kökü nəfəs almadısa, bitkinin yerüstü hissəsi hətta göstərir ki, bu yaşıldır, amma orada çürümə prosesi artıq başlayır. Çünki 48 saat ərzində artıq boğulma kök istirində başlayır. Çox adam deyir ki, hə, böyürdə bitkilər yarpaq saralıb, ortası normaldır. Normal deyil. Kök özün, su oradan axıb gedəndən sonra müəyyən qədər bərpa eləyə bilər. Yerüstü hissə də müəyyən qədər bərpa eləyə bilər. Çünki istənilən bitki bu canlıdır. Bunun genetik yaddaşında nəsil vermək var. Ki, mən nə olur olsun, nəsil verməliyəm. Ona görə də o təzdən çıxır. Çalışır ki, çatdırsın. Sezon, mövsüm gedib axıdır. O artıq təzdən nə taxıl olmayacaq, nə sümbül əmələ gətirməyəcək, nə sümbülün içərisində dəm olmayacaq. Düz o göyərir, amma bizim orada məhsulumuz getdi. Yəni, fikrinizdə olsun, elə etmək lazımdır ki, 48-50 saat arasına qədər o su ondan çəkilsin. Demək müəllimimiz üstə sözlə qüvvət, bizim zonada deyirsiniz külək vasitəsilə tozlanma falan, bizim zonaya aid deyil. Bizdə problemi odur ki, qədərindən artıq su varmaq, kök sürməsi falan, bizim zonada qədərindən artıq su varmaq bütün sahələri məhv edir. O haqda biz danışdıq. Qədərindən, yəni bizim zonanın problemi odur. Çünki fermerlər o dərəcədə bilmirlər o qaydaları, həm də ki, imkanı çatmır. Məsələn, yerlərimiz vazirə verilmir, qala köşəyə çoxdur, su qalır. Yerlərə güclü dəstək olmalı ki, inkişafı, maliyyə cəhətdən imkanları çatsın ki, yerə xərc qoya bilsin. Bugünkü günün adi peyini biz sahəyə verə bilmirik, imkanımız çatmır. Aydındır. Yəni, ona görə də məhsuldarlıq azdır. Aydındır, yəni bu şeylərin Yəni, quraqlıqdır, yağış çoxdur, onun sonraki problemlərdir. Əsas vacib problemlər, yəni insanların gücü çatmalı ki, yerə xərc qoyur. Amma biz, dünya təcrübəsi bunu göstərir, yəni dövlətimiz tərəfindən dəstək olacaq. Bu günləri artıq o barədə, sonuncu müşavirədə ölkə rəhbəri, cənab prezident müşavirə keçirdi və dediyiniz problemlərdə orada hamısı öz əksini tapır. Hətta yol xəritəsində də. Yol xəritəsi yox, orada hər quruma aid əslində o yol xəritəsidir, adı elə olmasın.
tədbirlər planı var. Tədbirlər planında hər quruma aid, hər qurumun üzərinə düşən tapşırıqlar Hər kəndə sizin kimi, yəni aqronomlar təyin olunsa ki, cəmiyyəti yığa bilirlər, elə maarifləndirmələr, təşkilatçılıq, yerlərin birləşdirməsi, kooperasiyalar yaradılması, onda inkişaf ola bilər. Yoxsa belə pərakəndə hərə bir düşüncədədir, hərə bir fikirdədir, hərə bildiyi kimi yerə yanaşır. İndi onun bir çıxış yolu kimi həm torpağın münbitliyinin qorunması, həm də ki, yaxşı, o münbitliyi qoruduq. Əgər fermer bundan faydalana bilmirsə, yəni onun... Münbitliyi qorumaq, münbitliyi yaradaq ki, sonra qoruyardır. Münbitliyi yoxdur axı. Hələ biz olanı qorursaq, onun özü də böyük şeydir. İndi orada belə bir məsələ qaldı. 30 milyon mayanı çıxarır, hangi 25 milyon, hiç eksik tutmuyor orada. Tədbirlər planında belə bir şey göstərilir. Orada tədbirlər planında belə bir şey göstərilir ki, birgə istehsal fermerlərdə. Sahələri qonşu olan fermerlər, onlar birləşə bilərlər. O demək deyil, bunlar dərhal bizim adamların ağlına o gəlir ki, çıxarışa alacaq, torpağı alacaqlar. Söhbət ondan gelmir. Hər şey yerində qalır. Yəni, hüquqi cəhətdən heç bir şey dəyişmir. Sadəcə olaraq 5-10 nəfər adam gəlişir, deyir ki, hamımız taxıl əkmirik, gəlin bu illəri bir yerdə əkək. Bir yer, bəli, o düz. Hamımız eyni əkək. Şumlanması bir olsun. Mən özüm də qulaq asmışam, yəni ən böyük problem bizdə odur. Bu kişi var yonca əkib, bunun ayağında mənə yerimi taxıl əkmişəm. Yoncadan sonra o cinəsi suyu mənə yerimdə. Həmin anda taxıla su lazımdır. Su lazımdır. Amma yoncadan su Ana gəlir. otu qalxırdı. Ben yoldan suarmalıydım, bunu takılıp bitirmeli, suaram mesela. Yani- Yedim bu takılıp bitirmeli, yoldan məhv oluyor. Elə olan halda da biz artıq mübbitliyin yaranmasına, qorunmasına yox, onun əksinə işləyirik. O tərəfdən taxılımız batır, bu tərəfdən də Birinci problem bax, yonca yonca batır. həkimlər var. Hərənin 50 sot hektar yer var, yan-yana Hə, fərqli əkin əkir. ona görə də Lazerlə planlovka olsa, onda o torpağın ərazinin içərisində o çökələr yaranmaz, zinə su yığılıb qalmaz və başdan verdiyimiz su vaxtında axıb çıxıb gedir. Yəni, əslində o torpağın mülkünün qorunmasının üsullarından biridir. Digər bir üsulu nədir? Biz çox az oyunları istifadə edirik, növbəli əkin sistemi. Növbəli əkin sisteminə keçməlidir. Bizim neçə bitkimiz var regionda, əsas hədəf olan. Arpa, buğda, pambıq, yonca, sonra ostan. Cəmi 5 dənə bitkimiz var. Ancaq bizim iqlimimiz, temperaturumuz, fasillərimiz, mövsümlərimiz imkan verir ki, məsələn, Saatlı rayonunun bu ərazisində və yaxud da Aran bölgəsinin digər rayonlarında biz bir 12-14 dənə bitkimiz olsun. Özdə o bitkilər olmalıdır. Artıq o işə biz yavaş-yavaş başlamışıq. Müəllim dedi ki, bizə aqronom lazımdır. Aqronom da lazımdır. Amma aqronom o progressiv, necə deyərlər, düşüncələrdən olmalıdır. Onlara o aqronomu yetişdirmək lazımdır. Şəraitinə görə olanda, onda da bilinir də, belə deyək, açıq. Dolu vurur, mən də səndən proqram üzrə hər şeyi eləmişəm, düzdür. Amma mən gəlirəm, sən sübut edirəm ki, görsən dolunun işarələri. Mən o sahədə özüm ekspertəm, aqrar sığorta üzrə. Dolunun izlərini görürsən, sən mən necə deyə bilərsən, sən ki, Sonra yolda bizə təsadüf. yox, söz misal deyirəm və yaxud da. Bitkinin çiçəkləməsi vaxtı, yaxşı, başqa bir nümunə deyil. Mən azıl toplaq aqronom sahəsində kifayət qədər alması var. Mən çox adi pomidor bitkisi. Bütün cəmaət mənə sual verir ki, gülü mayalanır. Mən ona durub kitab aça bilmirəm ki, nədən mayalanır? Yəni, bilirsiniz ki, uzun prosesdir. Necə buna izah elə ki, hansı səbəblərdir? Bir dəqiqə üzr istəyirəm. Mayalanmamanın əslində təbiətdə cəmi 2 gün vaxtı var. Çiçəkləmə vaxtı. Cəmi 2 gün vaxtı var. Həmin günlər çiçək açılıb tutar. Yəni orada çiçəyin quruluşuna baxsaz, erkəkciyi var, dişiciyi var. Tozlar var. O 2 gün ərzində yağış yağdı və yaxud da temperatur aşağı olmuşsa, artıq getdi bu iş. Bu sümbülə də aiddir, arpaya da, buğdaya da, nə bilim,
taxıllara da aiddir, meyvələrə də aiddir, tərəvəzlərə də. Hamısına aiddir. Yox, müəllim, mən neçə təcrübəm var o sahədə. Yəni, hamı dəyişildi o həyatında. Keçən ildə həmin havada, həmin temperaturda deyir, mayılanın qəşəngə pomidorum olur, bu il niyə olmadı, o bir il niyə olmadı. İndi başqa torpağından ola bilər, yanaşmasından ola bilər, başqa səbəblər çoxdur. Yəni, o əkinçi, fermer bilmir. İndi mən də öz təcrübəmdən deyirlə, keçən il bu ilki qədər olmayıb. Çünki çiçəkləmə vaxtı bu qədər yağış almamışdı. Mən onu qeyd edirəm. Hər il dəftərim var. Siz bilirsiniz, mən bilirəm. 16 ildir, keçən il bu ilki qədər çiçəkləmə vaxtı. Yağış olmamışdı. Amma 2021-ci ildə olmuşdu. Aprel ayında 23 gün dalbadal yağış yağdı. Mən o hamısı qeydiyyatım var. Mən oturub o təhlil edirəm. Çünki onsuz elə şeyləri nəzərə almadan aqronomiya, kənd təsərrüfatı yoxdur. Bizim torpaqlarında bizlərin arasına suyudur. Digər bir tərəfdən. Digər arası suyuna dönür. Biz zineylə su yer suvarırıq. Digər bir tərəfdən. O önündə görsün, nə nasıl görsün? Başa düşürəm. Digər tərəfdən. Burası olsa o yanlış. Başa düşdüm. İndi mən sizə bir dənə sualım var. Axırıncı dəfə sahəyə nə vaxt sink, bor, molibden mikroelementləri vermişsiniz? Oradan bizimle göre bu elementler var. Oradan vakit kazandığımız ne olur bize? Ne hesap? Vermişik diye sorun. Bizə də üzr istəyirəm. Gəlin hər şey qazanca bağlanmayaq. Bu yaşı ben bu kadar vermiyorsa ben öyle bir mazmaya koyayım onun üstüne akıl götürürüm. Başa düşdüm də. 700 mazda ziyana geçti. Bayaqdan mən o demək istəyirəm. Nədir mən yaxşı başa düşürəm. Yəni, bor, sigma, indili siz o bəkdə bilirsiniz. Yox, onu qazanca bağlamayaq. Amma siz o şeyi birinci dəfə eşitirsiniz ki, o ora verilməlidir. Azotdan başqa biz gübrə tanımırıq. Son vaxtlar fosfor, kalium başlayır. Onunla torpaq münbitliyini qorumaq, onunla məhsul almaq, qardaşım, mümkündür. Elementar bu meyvə bitkilərində özün bax, həyat üzrə gedib baxarsın. Meyvə bitkilərində özün lap yaxşı göstərir. Biz o mikro elementləri verib, onlar çox az miqdarda lazımdır. Əgər pula çevirsən, bilsən nə qədər lazımdır? Hektara 25 manat, 30 manat pul xərcləməlisin. Hektara, 1 hektara. Sabahın üzerinde mağaza yeri Güclü təcrübəm var. Mən razıyam. Var. Biraz da mənim də var. Mən düz 40 ildə aqronomam. Konkret. 86-cı ildən aqronomam. Bunun da 20 il xaricdə olur. Xaricdə yəni üzr istəyirəm. Elə belə adam gelib çıxa bilmir də. Deməli, bunun nəsə bir səriştəsi biraz ayrı üzrədir. İndi bu günləri mən onu sizə demək istəyirəm ki, biz torpaq analizində, məsələn, torpağın münbitliyindən biz danışırıq, qorunmasından, artırılmasından. Axırıncı dəfə mikroelement, o çox candan istifadə olunur. Amma onun orqanizmə faydası, bir qazan, məsələn, buğlamanın faydası qədər. Biraz da çoxdur. Biraz da çoxdur artıq. Hətta biraz da çoxdur. Mən əkirəm, hər il mən ocaqlarına əkirəm, mən o tər az bir görürsünüz, ay sağ ol. Yeməğimiz biz dəframla var. Tamamilə doğrudur. Yəni o mikroelementində torpağın münbitliyinə olan təsiri o cürdür. Onu lazım deyil ki, biz azot gübrəsi kimi 100 kilo, 150 kilo verək. O qramla verildi, kifayət edir. Məsələn, 2 yaşında ağaca 3 qram bəsdir. Bizim suyumuz məlim yoxdur. Araz qabaq, qalxız direlləri ildə 2 dəfə qazılırdı. Tul vururduq, araz su axırdı, vururduq, ilk qədər. İndi onun ilə qazılır, çünki tul yoxdur, araz su axmıyor. O su da o məhsul məhv O haqda biz üzr istəyirəm, keçən təlimdə biz o haqda danışdıq. Su, onsuz da indi deyirsiniz yoxdur ha. Gəlir, yox, ümumiyyətlə. Proses ona doğru gedir. Yox, ona görə bizə lazımdır, biz o haqda geniş danışdıq keçən təlimdə. Bizə lazımdır suya qənaət edən texnologiyaları tətbiq edilmək. İndi bu dövlət proqramında olan nəzərdə tutulur ki, yeni suvarma texnologiyaları tətbiq etmək, almaq, istifadə etmək. O, belədir ki, bir dəfə alırsınız, məsələn, suvarma sistemi. O, bir neçə il sizə xidmət edir. Hər il almaya ehtiyac yoxdur. Biz biraz mövzudan bağlıca uzaqlaşdıq. Növbəli əkin sistemindən danışırdıq. Eyni bitkini əkməyin gələn ildə sizin fikrinizsə, ard-arda əkməyin hər il. Məsələn, pambıq əkirsiniz, düzdür. Onun əkimi ziyanı var.
Ya bəlkə xeyri var, bilmiyorum. Eyni elementləri mənimsəyə torpaqlar, yəqin ki, torpağın şəkillərində olur. Tamamilə doğrudur. O, eyni bitki, təbii ki, torpaqdan eyni elementləri, Çəkir özünü. eyni qidanı çəkir özünə. Bu bir tərəfi. Ha. İkinci tərəfi. Həmən bitkiyə aid olan zərər vericilər və xəstəliklər orada oturub o bitkini gözləyir, gələnir. Gözləyir Ki, gəlir. domatesi o yiyecek. Bəli, gözdə qoyulur. Sofrası. Yuvası orada. Bəli, o yuvası oradadır. Oturup gözləyir. Oturub gözləyir. Biz növbəli əkin sistemini tətbiq O edəndə məhsul. gələn il bir orada pambığı gözləyir. Amma biz də ora pambığın yerinə ayrı bir şey əkirik. Onun gözləntisi olmadı da, yeməyi gəlmədi, belə deyək. Məhsul. O təbii ki, məhv olmalı. Orucdakı. Növbəli əkin sisteminin üstün cəhəti budur. Eyni şey xəstəliklərə də aiddir. Pambığa aid olan, məsələn, belə deyək, vilt xəstəliyi arpada olmur. Oldu. Hə. Gələn illər ora pambıq əkməsə, arpa əksə, o vilt xəstəliyinin törədicisi də, doğru dinləndəsə, acından öləcək. Artıq mövzuların hamısı sizə çatdırıldı. İndi nə demək istəyirəm? Mövzu ətrafında kimin nə sualı var? Yəni qlobal şeyləri yox, mövzumuz. Torpaq münbitliyinə dair, sualına dair, yəni nə suallarınız varsa, buyurun, mən sizin dinləyirəm, müzakirə eləyək, kimə nə aydın deyilsə. Ondan sonra da inşallah ümid edirəm ki, layihələrimiz yenə olacaq gələcəkdə. Amma bir mütəxəssis kimi, bir agronom kimi də, mənim nömrəm də sizdə var, yoxsa qeyd edin özünüzdə. Nə məsləhətə ehtiyacınız olsa, müraciət edin, həmişə zəng edin, telefonun həmişə açıldır. Məsələn, sahədə nəsə problem görə bilərsiniz, bitkinin ümumi vəziyyəti, ya görürsünüz ki, hansısa zərər verici var, xəstəlik var, şəklini çəkin, göndərin. Sarzanın dərmanı, layihə ümumi. Sarzan dərmanı var, göndərəcək, yoncada verirsiniz. O parazit bitkili, belə deyək də, bu yoncanın gövdəsidirsə, o köklərin beləsinə. Nədən əmələ gəlir orada? O hardan Əmələ gəlir? gəlir, su ilə gəlir, ondan sonra peyinlə gələ bilir. Peyi vermək yox, yerli peyi verir. Kimsə verib sahədə yaxınlıqda su ilə gələ bilir. Yəni, bütün zərər vericilər, xəstələr necə yayılırsa, onun da müəyyən yayılma forması var. Biz ondan qarantiya yoxdur. Amma bitki mühafizə vasitələri deyilən bir şey var. Ondan istifadə edərək ən keyfiyyətlisi, belə deyək, mən sizi həmən şirkətdən əlaqələndirə bilərəm, oradan alıb dura bilərsiniz. Belə deyək, onu siz düz görmüyorsunuz ki, falan alav otu var. Əslində alav otu deyil. Simbiyoz şəklində yaşayır, yonca ilə bir yerdə. Yonca torpaqdan nə qida alırsa, o həmən qidanı ondan çəkir. Sonra belə ətrafında bolulur gövdəni, bir tərəfdən boğulan gövdəni sıxır, digər tərəfdən ora gedən qidaları özü çəkir və kökdiklərdə çoxalır. Görsən o buğdada olur, buğdada köfte görür. Yoncada olur, zəfərəndə olur, bu bitkilər hamısında olur. Bir də o bitkilər haqqında mən sizə nə demək istəyirəm? Biz getdikcə vahid sahədən daha çox gəlir gətirən bitkilərə keçirəcəyik. Ona keçir etməliyik. Elə bitkilər var ki, biz ona aslanıyıq. Amma onlar bu günləri marketlərdə həddindən çox yaxşı qiymətə satılır. Yəni onu siz şirkətə sata bilərsiniz. Darı var. 15 il bundan qabaq darı heç kim əkmir. Amma bu günləri heyvandarlıqda olan yaxşı əhəmiyyəti var. Sonra dietik qidaların çoxsunun tərkib hissəsidir. Teşekkür edirəm, çox sağ olun. Belə bir mövsümün qızğın vaxtında sahədə işinizi buraxıb bura gəldiniz, iştirak etdiniz. Çox şad oldum sizi görməyə. Yəni, kənd sərvatına aid, kənd sərvatı ilə bağlı, quraqlığa aid hansı bitki seçmək, torpağın münbitliyini artırmadan ötərək, vegetasiya müddəti qısa olan nə kömək lazım olsa, zəng edin, yəni
təşkilatımızla, QHT Şurası ilə daimi yanınızdayıq. Çox sağ olun. Çok sağ olun. Çok sağ olun. Geldiğiniz için.